Həyat məhdudiyyətlərinə görə həyatdır, gözəldir. Həyat çətinliklərinə görə gözəldir. Həyatda bu çətinliklərə dözmək, səbr eləmək lazımdır. Və bu pessimizm deyil. Bu realizmdir, belə deyək, real görmək də hər şey. Çalışaq ki, insan həm realist olsun, həm optimist. Bu terminlər birisi. İnsan həm həqiqəti görsün olduğu kimi, həm də nikbin olsun. Bu ikisini uzlaşdırmaq çətindir. İnsan həmişə var olmaq istəyir. İnsan əbədiyyət aşiqidir. Bunu insana baxan kimi üzündən bilinir, deyərsin, üzündən, gözündən bilinir. Adamın üzündən, gözündən bilinir ki, insan əbədiyyət aşiqidir. İnsan sonsuzluq aşiqidir. Ahirətə inanmaq üçün də hansı hissdən çıxış eləyək ki, ahirət? Fikir verin, Quranda Allah ahirəti sübut eləməklə məşğul deyil. Baxın, azdır, az. Əsasən ahirətin vəsfindən danışır. Ahirət belədir. Demir ki, filan səbəblərə görə ahirət var. Deyir, bir-iki dənə yerdə. Başdan ayağa nə inir? Ahirət belədir, elədir. Hey, vəsfi, tərifi, necəliyindən danışır. Çünki insan sağlamdırsa, ahirət inancı 2 vur 2-dir. İnsan sağlamdırsa. Çox da dəlil sübuta ehtiyac yox. Mən yox olmaq istəmirəm, mən son istəmirəm. Mən son istəmirəm. Mən istəmirəm sonu çatsın. Nəyə baxıram, deyirəm, ayda bu bir gün olmayacaq. Ayda bu bir gün olmayacaq. Bu ayda məni qəmləndirir. Mən bir gün bu dünyadan gedəcəm, sonra bu sual fundamental sualdır. Bu sualı özünə verməyib yaşayan adam ciddi xəstədir. Mən bilməm necə olur. Çünki axı sən bütün xüsusiyyətlərin səni vadar edir ki, maraqlanasan ki, axı sən sonundan qorxursan, niyə dayanmırsan bunun üzərində ki, ölüm nədir, son deyə yox. Bir sual ver də, bir özün nəsə var, bir sual soruşda, niyə kötü kimi dayanıb mənə baxırsan, özünə baxırsan. Kötü nə mənada, yəni taxta parçası kimi. Sən soruşmursan ki, bu dünya niyə məni sıxır bu qədər? Dar paltar giyinərsən, sıxarsan, dünya dardır, ayağı sıxır, bütün bədəni, razmeri ölçüsü çox dardır, sənin əynivə deyil bu. Bu dünya sənin əynivə deyil. Sən görmürsən ki, sən buralıq deyilsən, mən sizə bir xəbər verim bugün, siz bir aləmə köçəcəksiniz ki, orada heç vaxt qocalmayacaqsınız. Siz bir aləmə köçəcəksiniz ki, orada heç vaxt yatmayacaqsınız. Siz bir aləmə köçəcəksiniz ki, orada bir an qəmlənməyəcəksiniz. Siz bir aləmə köçəcəksiniz ki, orada əl-üzdə olan hər şey həmişə sizinlə olacaq. Siz bir aləmə köçəcəksiniz ki, orada heç nəyə dahi itirməyəcəksiniz. Fikir verirsiniz, necə ləzzət eləyir sizə, mənə də. Ləzzət eləmək haqqımız var. Çünki bizi belə yaradıblar.